Azena Talk podkastına xoş gəlmisiniz. Mən Günay Abdullayeva. Yenə bugün sizin üçün maraqlı bir qonağımız var. Çox yönümlü, ilham verici və dərin bir qonaq. Stomatologiyada bir çox həkimlərimiz var ki, sadəcə stomatologiya ilə məşğuldurlar. Sadəcə çox yönümlü insana görə də mənə çox maraqlı gəlir. Həm müəllim kimi, həm yazar kimi, həm də stomatoloq kimi Rüfət Hüseynli həmişə diqqətimizi cəlb edib. Xoş gəlmisiniz doktor. Necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Xoş gününüzə gələk. Yaxşıyam. Siz necəsiz? Biz də yaxşıyıq. Həyəcan varmı doktor? Həyəcan hər zaman var. Baxmayaraq ki, bu studiyalar mənim üçün əslində yad deyil. Mən belə deyək, gözümü açıb bu studiyalarda böyümüşəm. Ona görə ki, mənim valideynlərim, həm atam, həm anam Azərbaycan Radio və Televiziya Komitəsinin, o zaman komitə idi, indi ASTV dediyimiz idarənin əməkdaşları olublar. Uzun illər mən onlarla həmin o studiyalara getmişəm. Çəkilişlərin nə şəkildə olduğunu görmüşəm. Həm radio, həm televiziyada və oradakı avadanlıq indi bu dəqiqə sizin studiyadakı olan avadanlıqdan daha belə qabaritli, daha böyük idi, daha belə əzmli idi və nəzərə alsaq ki, illər 70 və 80-ci illər idi. Texnologiyanın dəyişməyini nəzərə alsaq, daha biraz vahiməli idi. Amma bunlar mənim üçün yad deyildi və bununla yanaşı uşaq vaxtından mən bir xeyli televiziya və radio verilişlərində iştirak eləmişəm, çıxış eləmişəm. Hətta bununla bağlı bir belə xoş bir, məzəli bir deyərdim, bir əhvalatı deyərdim sizə. O vaxtı Zahid Xəlilin verilişi var idi uşaqlarla. Bu məktəblilərlə deməli bağlı bir proqram idi, onun proqramı idi. Yanılmıramsa hər ay çıxırdı efirə. Orada da çıxış eləmişəm və televiziyada anamın, atamın bir iş yoldaşı var idi, Fimar xanım. Bizim məktəbi çəkməyə gələndə mən biraz danışıq qabiliyyətim biraz yaxşı idi o vaxt. Deməli, hər zaman məni verirdilər qabağa, mən çıxış eləyirdim və açığı bu mənim xoşuma gəlmirdi. Çünki bəlli bir yaş dövrü olur. İnsan həmin dövrdə əslində sonradan öyünə biləcəyi bir şeyləri orada fərqinə varmır, öyünmür və mənə biraz pis gəlirdi ki, bu qədər oğlanın içində niyə məni verirlər qabağa? Məsələn, oradan bir dənə ya iki nəfər qız tapırlar, bir nəfər də məni verirlər qabağa. Mən istəmirdim və sakit bir adam da olmamışam uşaq vaxtı, sakit bir uşaq da olmamışam. Və beləliklə mən 10-cu sinifi bitirənə qədər bu Fimar xanımın verilişində daima çıxırdım. Nə çəkiliş olurdu, verirdilər məni qabağa. 10-cu sinifdəydik, sonuncu ildi. Gəldilər məni yenə də sinifdən ayırdılar ki, bəs bir çəkiliş var, orada çıxış eləməlisən. Mən belə əlimi qolumu sallaya biraz dilxor düşdüm aşağıya birinci mərtəbəyə və Fimar xanım məni gördü və dedi ki, Rüfət, sən elə qurtarmamısan məktəbi. Yəni ki, adam artıq bezmişdi. Ona görə bu əslində mənim üçün o qədər də yad bir şey deyil, amma həyəcan hər zaman var. Rüfət doktor, bu qədər bilmirdim kameralara yaxın olduğunuzu. Normalde biz az gününüzü təbrikə gələndə belə şəkil çəkdirməyə icazə vermirsiniz. Rüfət doktor, özünüzü bir cümlə ilə tanıtsaydınız, necə ifadə eləyərdiniz? Bir cümlə ilə özümü tanıtsam, yəqin ki, mən bağlayıcılardan çox istifadə edib bir uzun cümlə qurardım. Amma çox qısa bir cümlə qursam, mən adımı, soyadımı və peşəmi deyərdim. Bu mənim üçün önəmlidir. Çünki fikirləşirəm ki, bu mənim kimlik kartım, adım, soyadım və mənim peşəmdir. Mən belə düşünürəm. Stomatologiya gələn həkimlərin hərəsinin bir həyat hekayəsi var. Necə olub ki, stomatologiyaya gəlib. Çoxsu o dövrki valideynlərin təkidindən atası stomatoloq olan həkimlər daha çox istəyirlərmiş ki, evlatları stomatoloq olsun və hardasa soruşanda çoxsu da ora istinad edir, çoxsu da özü seçir. Sizdə necə baş verib stomatologiya seçimi? Məndə təbii ki, bu şəkildə olmayıb. Bayaq qeyd elədiyim kimi valideynlərim tamam bir başqa sahənin mütəxəssisləridirlər, mühəndisdirlər.
burada maraqlı bir ani bir keçid eləyərdim ki, mənim tibb üzrə fəlsəfə doktoru elmi işimdə biraz təbabətin biraz mühəndisliyi var idi və mənə bu sual veriləndə ki, sən niyə belə bir şeyi seçdin? Dedim, yəqin biraz o mühəndis çörəyi yemişəm, ona görə belədir. Ola bilər bundandır. Məndə bu şəkildə olmayıb, amma mən çox kiçik vaxtlardan həkim olacağımı bilirdim. Yəni təbabətə həvəsim var idi. Amma sırf stomatologiyaya getməyimdə bəlkə də bir təsadüf idi. Çünki mən əlimdə sənədlərim Tibb Universitetinə indiki fizxim dediyimiz korpusa, fizika-kimya korpusuna daxil olanda ki, qəbul komissiyası oradaydı, sənədləri orada təqdim eləyirdik. Və gözüm divarlara axtara-axtara gedirdim ki, hara verim görəsən sənədlərimi. Yəni bir tibb universitetinə girmək istəyim var idi, amma konkret nə həkim olacağımı bilmirdim və o dövrdə belə bir bizim ailədə biraz bir hadisə baş verdi. Həmin gündən 1-2 gün əvvəl mənim çox gənc bir dayım avtoqəza keçirtdi. Və bütün ailənin başı buna qarışdı və o Allah bütün dünyadan keçənlərə rəhmət eləsin. Biz onu bir həftənin içərisində itirdik. Və məni qəbula xalam qızı apardı, yadıma gəlir. O vaxtı Tibb Universitetində oxuyurdu. Və mən yenə də deyirəm, baxa-baxa gedirdim ki, hansı fakültəyə verim sənədlərimi. Hətta indi olmayan bir fakültə var. O vaxt var idi, pediatriya fakültəsi. Hətta pediatriya fakültəsində qabağında dayanıb bir xeyli baxdım ki, bəlkə bura verim. İndi fikirləşəm ki, nə yaxşı belə bir səhv eləməmişəm. Mən uşaqlarla çətin olardı mənim üçün işləmək. Və o mənə dedi ki, neynirsən? Ver stomatologiya. Bax, bu şəkildə mən qəbula sənədlərimi verdim. Yəni, təsadüfən oldu, deyərdim ki. Təbabətə həvəs var idi, amma sırf stomatologiya belə deyə bilmərəm. Xalavız qızına sağ ol düşür bizim adımıza. Mütləq, elə buradan da sağ olun bildirirəm. O bizim böyüyümüzdür. Ən böyük xalam qızıdır, bacımdır. Yəni biz ümumiyyətlə ailədə elə böyümüşük ki, mən xalam uşaqları mənim üçün xala uşağı olmayıblar. Onlar bacı qardaş olublar. Güman eləyirəm ki, mən də onlar üçün elə. Şübhəm yoxdur buna. Doktor, uşaqlığınızdan danışdınız ki, uşaqlıqda mənim tanıdığım Rüfət doktor sakit, təmkinli. Mən elə biləm ki, sizin uşaqlığınız da belə keçmir, amma deyirsiniz ki, uşaqlığınız belə olmuyor. Mən demirəm, mən çox davakar, çılğın, belə bir uşaq olmuşam. Yox, belə də olmamışam. Bu şəkildə desəm biraz doğru çıxmaz. Heç vaxt dava eləməyi xoşlamamışam, amma dava eləməyi bacarmışam. Yəni sadəcə olaraq biraz yerimdə oturan adam deyildim, yerimdə oturan uşaq deyildim. Biraz o hadisələrin önündə olmağı xoşlayırdım. Və doğrudan da həyat elə gətirdi ki, bizim o məktəb illərində çox belə keşməkeşli hadisələr də yaşadıq. Bildiyiniz kimi 20 yanvar hadisələri, ondan əvvəl bu Topxan hadisələri ilə əlaqədar meydan hadisələri, yəni bu devrimlər falan. Məsələn, indi mən bir şey deyəcəm, bəlkə də bu çox belə təəccüblü səslənəcək. O zaman mitinqlər vaxtı biz hələ balacaydıq, uşaq idik. İlk mitinqlər başlayanda səhv etmirəmsə, biz 8-ci ya 9-cu sinifdə oxuyurduq. Mən anama tez bir şəkildə bayrağı tikdirmişdim. Yəni bayrağı görmüşdüm və bayrağı tikdirmişdim və o bayraq məndə olurdu hər zaman, demək olar ki. Və yadıma gəlir ki, bir dəfə dərsdən qaçdıq uşaqlarla. Biləcəridə mitinq keçirilirdi. Bu hərbi komissariatın önündə. Kimlər var idi də yadımda deyil. Bir rəhmətli Xəlil Rızanın olmağı yadımdadır və o mənim əlimdə bayrağı gördü. Dedi ki, vur bayrağı bura başımızın üstünə. Qalxdıq ora bayrağı vurduq. Gözəl. Və 20 yanvar hadisələrində isə biz sonuncu sinifdə oxuyurduq. 10-cu sinif 10 illik deməkdir. Sonuncu sinifdə oxuyurduq və bir sinif yoldaşımla birgə bayrağı məktəbin damına vurmuşduq. Sonra biz o bayrağı nə qədər endirmək istədilər. Və həmin vaxt idi ki, Rus əskərləri bu zirehli maşının üzərində gəlib məktəbin qarşısında dövr eləyən vaxtlar idi.
Biz endirmədik, təbii bayrağı endirdilər. Yəni o insanları da qınamıram mən. Bir təsərrüfat işləri ilə məşğul olan bir nəfər var idi orada, müəllim heyəti deyildi. Ona endirdilər. O da belə bizə çox niskilli olduğunu bildirdi ki, mən bunu eləmək istəməzdim də. Amma yəni sözümü ona gətirirəm ki, bunu biz eləmədik. Yəni biraz hadisələrin önündə olmağı sevən adam olmuşam. O var idi məndə. Ona görə belə biraz indiki məqama, indiki gördüyünüz insandan biraz fərqli uşaqlığım olub deyərdim. Danışığınızdan hiss elədim bunu. Rüfət doktor, düşünsəz ki, siz tamamən başqa bir yerdəsiz. Bir adadasınız, uzaqlaşmısınız, heç kimi görmürsünüz və heç bir peşəniz də yoxdur. Nəyin əksikliyini yaşayarsınız həmin anda? Bax, sualda çox yaxşı qeyd elədiniz ki, nəyin əksikliyini. Çünki heç kimi görmürsünüzdən başladınız, amma nəyin əksikliyini dediniz. Çünki burada kimin əksikliyini olsa çox insanın əksikliyini yaşayardım. Yəni istəmirəm belə bir şeyin olmasını. Amma nəyin əksikliyini mən bu şəkildə cavab verərdim ki, sizin bu suala. Bilirsiniz, insanın bir doğuşdan bir fitrətən olan bir hissləri var. Məsələn, tənha qalmaq istəmirik, yaxınlarımızı itirmək istəmirik, münasibətlərimizi qırmaq istəmirik, dostlarımızla falan. Bu insanın o kimə bağlılığından irəli gəlir. Bir də nəyə bağlılığı, mən düşünürəm, bunlar həyatda qazanılmış şeylərdir. Onlar ki, o mükəlləfiyyətlər ki, bizə sonradan verilib, sonradan qazanılıb. Məsələn, vəzifə ilə əlaqəli, peşəmizlə əlaqəli, iş yerimizlə əlaqəli. Bax, bu münasibətlər sonradan qazanılmış bir şeylərdir. Nəyin sualına yəqin ki, bunlar daxil olur və bu qazanılmışlar illər uzunu bizi ilə bir yerdə addımladıqları üçün bunlar bizi ilə doğmalaşıblar əslində. Artıq biraz da artıq doğuşdan gələnlərə çevrilməyə başlayırlar. O baxımdan bizim qəlbimizə yaxın, bizim özümüzə, ruhumuza yaxın olan bir şeylərdən uzaq düşsək, çox belə niskilini yaşayarıq. Mən düşünürəm, mənim üçün hər halda bu yəndə həkimlik olacaq. Həkimlik üçün daha çox darıxar. Doğru. Rüfət doktor uşaqlığından danışdı, biraz gəncliyinə toxundu. Bugünkü Rüfət doktor, 20 yaşlı Rüfət doktor, Rüfət belə deyərdim, o vaxt həkim deyildi yəqin ki. Nə məsləhət görərdi? Təmkinli olmağı. O vaxt təmkinli deyildi. Değildim təmkinli. Heç təmkinli değildim. Yəni biraz belə çılğınlığım var idi. O çılğınlıq zaman çılğınlığımı söndürdülər. Çılğınlığı söndürmək deyək, yoxsa buna həyatdakı bəzi mübarizələrmi deyim? Şübhəsiz, mən deməzdim, çılğınlığımı söndürdülər. Bunu mən biraz zarafatla dedim. Yəni həyatda bəzən başa düşürsən ki, bəzən çılğınlıq eləməyin heç xeyri də yoxdur, heç lazım da deyil. Bu hansısa şəxsi ambisiyalarıma görə deyil. Ümumiyyətlə bir formalaşmağın üçün bəzən bu maneçilik törədə bilər sənə. Yəni düşünürəm ki, təmkinli olmaq daha yaxşıdır. Məsələn, mən bu dəqiqə düşünürəm ki, övladlarıma bunu çox aşılamaq istəyərəm ki, təmkinli olun və həyatda düşdüyünüz situasiya sizin halınızı çox dəyişdirməsin. Yəni bir dalğadır da həyat, yəni qalxış, düşüş bunlar olmalıdır yəqin. Yəni bu şəkildə təmkinli olmaq mənim üçün önəmli deyildi. Zaman indi təmkinli olmuram, boynuma alıram. Xüsusilə işləyəndə yəqin ki, assistentlərim nə zamansa buna baxsalar deyəcək ki, yaman da təmkinlisiniz. Emosional durumlar. Mənə də çox adam qıraqdan görəndə deyir ki, sən heç hirslənirsən nə vaxtsa. Məni tanıyanlar bilir ki, çox emosionalım, çox reaksiya verə bilirəm. Ona görə iş prosesində məncə bu normal haldır. Məncə də. Sən tələbkar insan. Məncə də İşinə bu belə normal haldır. Bax, mən sizə bir şey danışım. Bir dəfə bir verilişə baxırdım, rəhmətli Səttar Bəhluzadədən idi. O biraz özünə qapanmış falan insan olub da bilirsiniz, yəni böyük xalq rəssamı. Bir nəfər danışırdı, gənc rəssam, yəni gənc deyərkən o dövrü onun gənc olub. Deyir, bir dəfə emalatxanasına gəldim, görüşməli idim onunla. İçəriyə girdim, gördüm oturub bir tablonun başında nəsə çəkir. Çox mane olmaq istəmədim. Elə keçəndə gördüm ki, su krantı açıq qalıb mətbəxdə. Altında bir şüşə qab var. Ora su damır.
İçinə də nəsə bir iki şey atıblar o qabın. Deyir, su damır ora. Avtomatik deyir, mən suyu bağladım, keçəndə başladı deyir qışqırmağa üstümə. Söydü ki, mən səhərdən o səsi almaq üçün o qabı ora çəkirəm, bura çəkirəm ki, suyun həmin o səsini alım. Ondan sonra bu ilham pərisi gəlsin mənə də. Yəni sən də gəldin onu zay elədin. İndi bizim işimiz mənə elə gəlir elədir ki, biz həqiqətən də çox fokuslanırıq işimizə. Həqiqətən fokuslanırıq və bizi indi işimizlə məşğul olan insanlar yəqin ki bu bizim bu müsahibənin auditoriyası hər halda stomatoloqlardır. İndi bəlkə stomatoloq olmayanlar da baxacaq. Bu əslində istəyərdim, çox istəyərdim. Yəni onlar bilirlər ki, biz fokuslanmaqdan başqa sözün fiziki, real mənasında da fokuslanırıq. Gözümüzdə binokulyar eynəklər olur, mikroskopla işləyirik və səni ani bir şey yəni özündən çıxarır da. Ona görə mən belə vaxtlarım çox tez-tez olur. Normaldır məncə. Doktor, stomatologiyanın bir çox sahələri var. Amma bildiyim qədərilə və sizi izlədiyim qədərilə implantologiya və parodontologiya sizə daha yaxındır. Nədir sizə bura maraq çəkən? Bilirsiniz necədir? Mən düşünürəm ki, ümumiyyətlə, yəni mən bunun tərəfdarıyam ki, stomatologiya bir bütövdür. Onun implantologiya, parodontologiya, endodontiya, restavrasiya filan, ortodontiya kimi bölmək təbii ki, lazımdır, vacibdir. Amma ümumiyyətlə baxanda biz bir məfhum, bir nəsnə, bir anlayış haqqında danışırıq. O bütövdür. Bu bütövü mən özüm üçün funksional olaraq, məncə funksional olaraq iki hissiyə bölərdim. İki ana şaxıya bölərdim. Ağrı üzərindən yaranan stomatologiya və yaxud ağrı ehtiyacından yaranan stomatologiya və bərpa ehtiyacından yaranan stomatologiya. Bu sırf mənim özümün belə deyək də düşüncəmdə olan bir bölgüdür. Yəni subyektiv bir şeydir. Kimsə mənimlə bunu tartışmağa qalsa heç tartışmaram. Ona görə ki, yəni qarşımdakına hörmətlə yanaşaram ki, onun da başqa bir düşüncəsi ola bilər. Və mən özümü bərpa üzərində olan stomatologiyada həmişə görmüşəm. Bu da ortopediyadır. Yəni təmsil olduğum, etdiyim kafedra ortopedik stomatologiya kafedrasıdır. Biz fəaliyyətimizə başlayanda ortopedik belə deyək, müalicə prosedurları ilə başlamışdıq. Hətta tələbə vaxtından da, yəni bu yönümdə özümü inkişaf elətdirdim və adını çəkdiyiniz sahələr əslində ortopedik stomatologiya, yəni protez bölümünə, protezləməyə, bərpaya xidmət eləyən bir sahələrdir. Yəni biz bilirik ki, heç kim həkimə gəlib mənə implant yerləşdirin, mənə implant qoyun demir. Yəni söhbət dental implantlardan gedir. Onlar diş sırasının qüsurları ilə müraciət eləyirlər. Adentiya dediyimiz, yəni diş əksikliyinə görə bizə müraciət eləyirlər. Onlar üçün o qədər də maraqlı deyil biz onu nə ilə bərpa edəcəyik. Həm biz onların içərisində bu tədavi seçənəklərimizi seçərkən, müalicə seçimlərimizi edərkən biz onlara bunu təklif edirik. Parodontologiya da mənim üçün bu cür bir sahədir. Yəni bərpaya meyilli bir sahədir. Təbii ki, burada parodontoloji xəstəliklər ki, bərpa deyil, sırf ağrı üzərindən olan xəstəliklərdir. Mən deyərdim ki, bunları bunun gözünə qatmıram, yəni və onunla bir sahəni kiçiltmirəm. Amma xidməti daha çox protezləməyə meyilli olduğu üçün, yəni doğal xidməti, bu sahələr, bu adını çəkdiyiniz ortopediya, üzr istəyirəm, implantologiyada, parodontologiyada bunlar mənim üçün çox doğmadırlar. Baxmayaraq ki, bizim tədris aldığımız illərdə tibb universitetində belə bir ayrı bir ixtisas yox idi. O zaman biz internatura keçirdik indikindən fərqli olaraq, yəni rezidenturanı aşağı-yuxarı internatura vəz eləyirdi və yaxud klinik ordinatura və orada bölüm sadəcə olaraq bəsit gedirdi. Uşaq stomatologiyası və stomatologiya, general dentistry dediyimiz, yəni ümumi stomatologiya bu şəkildə gedirdi və biz azdan çoxdan bunların hamısını orada dərs alırdıq. Təbii ki, indiki ilə müqayisədə bu müqayisəyə gəlməz və yaxud rezidenturadan perio ixtisası almış bir insanla
müqayisəyə gəlməz bu. Amma yəni bu biliyimiz var idi və mən hər zaman onların içərisində özümü görürdüm. Sonra da illər elə gətirdi ki, bacardığım qədər onları inkişaf elətdirməyə çalışdım. Sizin işlərinizə yanaşanda ya var ya yox. Ya bir işi yaxşısını görəcəksiniz ya da görməyəcəksiniz. Həmişə o prinsiplə gedirsiniz. Rüfət doktor üçün yaxşı həkim deyəndə nə anlamına gəlir? Bu biraz bilirsiniz necədir? Mən bəlkə də suallara biraz çox belə ətrafdan gəlirəm, yaxınlaşıram, bilmirəm heç vaxtımız buna çatacaq. Bilirsiniz necədir? Mən üçün yaxşı insan anlayışı var. Yaxşı insan anlayışı özü özlüyündə bir məsuliyyət daşıyır. Yəni bir məsuliyyətin altındasan. Baxın, biz çəkilişimizə başlamamışdan əvvəl bu barədə biraz sizinlə söhbət elədik də, bu məsuliyyət baxımından tam başqa bir sferadan danışdıq. Bu məsuliyyət səni həyatda atacağın addımları müəyyən eləyir. Məsələn, gənclik illərindən mən məsələn düşünürdüm ki, mən filan addımı ata bilərəm. Amma gözümün qarşısında canlanırdı ki, bəs mənim valideynim sabahları adam içinə çıxanda deməzmi ki, ayıb olmazmı ki ona birdən nəsə belə bir şey olar. Sonra özüm valideyn oldum, özüm ata oldum. Onun yenə də məsuliyyətini başladım daşımağa ki, bəs mənim övladlarıma sabah biri deməzmi ki? Yəni çünki mən düşünürəm ki, mənim övladlarım üçün ən böyük bəlkə fəxr olar ki, desinlər ki, yaxşı kişinin uşaqları idi. Yəni bu şəkildə. Ona görə mənim üçün yaxşı insan anlayışı var, məsuliyyətli insan anlayışı var. Məsuliyyət varsa, bu özü ilə bir əzmkarlıq gətirəcək, bir çalışqanlıq gətirəcək. Bu əzmkarlıq, çalışqanlıq gələndə özü ilə dartıb başqa bir anlayışları da gətirəcək. Bu da öyrənməkdir, paylaşmaqdır və eyni zamanda bu biliyi bir yük kimi daşımamaqdır da, ya o sənə yük olmamalıdır. Sən onu səmərəli bir şəkildə belə deyək istifadə eləməlisən. Və mən düşünürəm ki, bütün sahələrdə yaxşı dediyimiz nəyinsə formulu bu şəkildədir. Təbabətdə bunun içərisində bir mənalı olaraq empati qatılmalıdır. Biraz da empati əlavə olunursa, olur həkim. Yadımdadır ki, kaspient vaxtında bizə bir əməkdaş gəlmişdi. O vaxt mən əməkdaşları həkimlərlə tanış eləyirdim ki, şirkət mənə belə bir tələbi yox idi. Sadəcə mən özüm o həyəcanı o qədər yaşamışdım. Kimlərsə kommunikasiya etmək mənim üçün çox çətin idi. Və mən düşünürdüm ki, yeni əməkdaş gəlibsə, mən aparım bir həkimlərlə tanış eləyim. Zaten başqa-başqa məhsulları tanıyırıq. Adam yolu tanıyar, həkim mən tanış eləyirəm. Yadımdadır ki, bir əməkdaşı sizlə tanış elədik. Üstündən bir il keçdi, o işdən çıxırdı. İşdən çıxanda gəldi ki, çox sağ ol. Üzərimdə əməyin çoxdur, amma bir şeyə görə həmişə sənə çox sağ ol deyəcəm. Dedim, nədir? Dedim, Rüfət doktorla tanış elədim. O qədər belə içdən ki, yəni mən nümunəvi insanlar deyir, adı çəkiləndə mən də deyir, kimsə çəkəcəm ki, doğrudan nümunəvi yaxşı insandır. Və mən onu həmişə deyirəm ki, Rüfət doktorun adını çəkəndə mütləq gözəl insan sözünü orada vurğulamalıyım, yoxsa orada bir əksiklik hiss edirəm. Ona görə missiyada çatmısınız məncə. Bax, elə bu da bir məsuliyyətdir də, qoyursunuz boynuma, ona görə yolumdan çıxa bilmirəm. Mən elə gəlir ki, yaxşı məsuliyyətdir. Bəzən bir insan ola bilir ki, hələ həkimi demirəm amma, ola bilsin ki, bir insan elə bir işlə məşğuldur ki, çox cəmiyyətə fayda verə bilmir və ya ətrafdakılara. Amma ən altından gözəl insan və nümunəvi insan adı üçün kiməsə nümunəvi çəkilə bilər. Mənim üçün çox önəmlidir. Bəs doktor, bu qədər pasiyentləriniz var, illərdir bilirəm ki, daimi pasiyentləriniz, loyal müştəriləriniz çoxdur, pasiyentləriniz. Varmı xüsusi bir prinsipləriniz pasiyentlərinizdən? Bilirəm ki, dövrdə çox çətindir, hər gün yeni rəqəmsal stomatologiya gəlir, yeniliklər gəlir, siz yeniliklərə çox açıqsınız. Amma bütün bu yeniliklərdə daimi dəyişməz prinsipləriniz varmı pasiyentlərlə münasibətdə? Məncə dürüstlük. Çünki baxın, mən tələbələrimə də onu deyirəm. Yəqin ki, bu barədə danışacağıq biz irəlidə. Biz protokoldan bəzən kənara çıxırıq. Bəzən protokolu səhv icra eləyirik. Yəni, bu normaldır. Yəni, normal görünməyən bir şeyə mən normal deməyimdə özü də normaldır. Ona görə ki, biz robot deyilik. Biz hansısa bir mexanizmlə çalışmırıq. Yəni, stabil bir şeylə çalışmırıq. Bizim duyğularımız var. Hər gün fərqli ola bilərik. Ona görə də bir xətalarımız var. Biz bu xətaları
üstünü ört-bastır eləyib keçə bilmərik. Bax mənə sual verirlər ki, məsələn, tələbələr çox vaxt belə sual verir ki, kanalda Fayl qırıldı. alət sındı. Necə davranım? Mən özüm bu işlə məşğul deyiləm də, yəni mən endodont deyiləm. Mən deyirəm bu şəkildə davranın. Gəncsiniz, perspektiviniz var, istiqbalınız qarşıdadır hələ, belə deyək, perspektiviniz var və çəkinirsiniz, insanları hələ yaxşı tanımırsınız, reaksiyanın necə olduğunu bilmirsinizsə, o zaman ən rahat yolu bunu biraz müqəddəs yalan formasına sala bilərsiniz. Bunda bir günah olmaz. Amma mütləq orada faylın sınması barədə məlumat verin. Deyin ki, bu belə də olmalı idi. Bu Çox sınmalıydı. Filan şey belə idi. Deməyin, ehtiyatsızlıqdan mən naşılıq elədim, sındırdım filan. Hərçənd ki, həqiqətən də bəzən bu naşılıqla bağlı bir şey deyil. Yəni həkim olanlar bunu bilir. Yəni hansısa bir şəkildə buna don geydirə bilərsiniz və güman eləyirəm ki, sizin bu hərəkətinizi gələcəkdə başqa bir stomatoloq da dəyərləndirəcək, müayinədə bu nə də eləyiblər deməyəcək. Deyəcək ki, belə şeylər olur. Çünki hamımızın əlində olur. Hamımızın xətasız qul yoxdur. Həkim heç yoxdur. Yəni xətalarımız var. Amma dürüstlüyünüzü qoruyun. Mütləq bu barədə məlumat verin. Mən üçün dürüstlük önəmli bir şeydir. Çox önəmli bir şeydir. İnsanın bu həyatda yaşadan dəyərlər var. Hansı ki, o dəyərlər hər addım atanda söykənib o dəyərə baxırsan, çönüb o dəyərə baxırsan. Belə başa düşdüm, sizdəki o dürüstlükdür. Məncə, bəli. Pedaqoji fəaliyyətinizdən danışaq, tələbələrə toxundunuz. Tibb Universitetində müəllimsiniz, ortopedik kafedradasınız və necə oldu sizin ümumiyyətlə təlim, dərs deməklə bağlı sevginiz var idi? Necə oldu ki, bu ehtiyac yarandı, bu proses baş verdi? Biraz istəyərdim ora toxunaq. Çox sağ olun. Çox yaxşı sualdır. Bəli, mən Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının dosentiyəm, tibb üzrə fəlsəfə doktoruyam. Mənim hər zaman pedaqoji fəaliyyətə marağım olub, hər zaman. Sizin bu barədə məlumatınız var. Çünki karyeramız bir çox vaxtlarda toqquşub sizinlə. Əvvəlki işgüzar karyeranızda bunun şahid olmusunuz. Özəl kurslarda, yəni stomatoloji kurslarda ara sıra dərs deyirdim və bunu çox həvəslə eləyirdim. Yəni bu axırı gətirib çıxartdı məni bura. Amma burada özəlliklə çox böyük rolu və əməyi oldu. Çox təşəkkür edirəm. Professor Nazim Pənahovun, hal-hazırda Tibb Universitetinin prorektoru və mənim kafedra müdürüm. Eyni zamanda yəni çox yaxşı, gözəl bir insan və deyərdim ki, həyatda nəyisə istəyən insana, nəyəsə səy göstərən insana dəstək olmaq və onun əlindən tutub aparmaq mənə elə gəlir olduqca böyük bir yaxşılıqdır, savabdır, nə bilim, yəni bu şəkildədir. Bunun bir başqa tərəfi də var ki, nəyisə istəməyən insanı bəzən dartırıq. Bu da çox yanlış bir əməldir. Bunu eləmək lazım deyil, amma istəyənə bu təkanı vermək vacibdir və mən Nazim müəllimin dəvəti ilə, Nazim müəllimin məsləhəti ilə əvvəl elmi iş götürdüm. Buradan deyim ki, mən vaxtı ikən 2 dəfə elmi iş götürüb işləməmişəm. Daha doğrusu birini heç götürməmişəm, belə deyək. Söhbətlərini apardım və orada saxladım. İkincisini isə Rusiyada Samara Universitetindən də bir elmi iş götürdük və davam eləmədim. Yəni bəzi şeylər mənə xoşuma gəlmədi. Burada isə tam istədiyim bir elmi işi, tam istədiyim və illərdir məşğul olduğum bir elmi işi Nazim müəllim mənə biraz belə deyək, tətiklədi ki, niyə də eləməyəsən, axı sən bunu bacarırsan və bunu sən özün eləyirsən zaten. Burada bir plagiat yox, burada bir şey yox, hazır bir işin var əlində. Bunu sadəcə olaraq belə qəlibə salmaq lazımdır. Bu şəkildə başladıq. Sonra saat hesabı bu aralarda dərs deyirdim Tibb Universitetində. Sonra laborant kimi, assistent kimi və indi hal-hazırda dosent kimi Tibb Universitetində dərs deyirəm. Yəni mən özümü orada görürəm, yəni.
Ora mənim üçün doğmadı belə deyək. Rüfət doktor gənc tələbələrə ən çox nəyi aşılayır? Yəni ki, nəyi daha çox istəyir ki, onlarda formalaşdırsın? Mən istəyərdim ki, tələbələrimiz çalışqan olsunlar. Çox çalışqan olsunlar. Bir də o hınc bilmirəm Hırs. bəli, o içərilərində bir iddiaları olsun, yolu yarıda buraxmasınlar. Tez həvəsdən düşməsinlər. Siz təsəvvürünüzə gətirin ki, mən bunu tələbələrə yox, mən övladlarıma da, yəni tələbələrimi bu arada deyim ki, mən öz övladlarımdan səmimi qəlbdən deyirəm ki, seçmirəm. Mənim tələbələrim bu barədə mən elə gəlir ki, şahidlik eləyə bilərlər mənə. Yəni bacardığım qədər övladlarıma elədiyim qədər dəstəyi, yəni o qədər də olmasa, biraz desəm, biraz abartılmış olar, amma göstərməyə çalışıram o dəstəyi və övladlarıma da deyirəm ki, indiki nəsil biraz tez ruhdan düşüb və yaxud nəticələri tez əldə etmək istəyir. Bu anormal deyil. Mən yaşıdlarımla bizim nəslin nümayəndələri ilə bunu danışanda güləygüzar eləyirik təbii ki. Zamanında bizdən də güləygüzar eləyib. Zaten bu Sokratdan bu yana hamı güləygüzar eləyib. Böyük ehtimalla Sokratın özündən də güləygüzar eləyiblər. Və mən bu güləygüzarı eləməyimlə yanaşı eyni zamanda deyirəm ki, baxın, zaman doğrudan da sürətlə gedir. Axı bu uşaqlar neynəsinlər? Bunlar həqiqətən də tələsməyə elə bil yəni məhkumdular. Bunların tələsmək artıq genetik bir kodlaşdırılıb bunlarda. Amma yenə də nə qədər olmasa, mən düşünürəm ki, əzmkarlıq, çalışqanlıq və yolu yarıda buraxmamaq. Bu onlar üçün çox vacib olmalıdır ki, onlar uğur qazana bilsinlər, belə deyək. Siz həm Tibb Universitetində dərs deyirsiniz, həm də bu yaxında Ege Universitetinə getmişdiniz, gördüm. Varmı stomatologiyada fərqli gördüyünüz, Azərbaycan stomatologiyasında dəyişmək istədiyiniz, fərqli olmağını istədiyiniz varmı belə bir şeylər? Bilirsiniz, mən əlbəttə ki var. Bu bir mənalı qısa cavabım bəli var. Amma ümumiyyətlə belə bir şey deyim ki, baxın, Tibb Universiteti mənim üçün alma materdir da, yəni mənim üçün doğmadır. Mən bu dəqiqə Tibb Universitetində təmsil olunuram deyənə mən bu sözləri demirəm. Zaman bilmirəm sabahları necə olacaq. Amma həqiqətən də bu mənim təhsil ocağımda, mənim alma materim Tibb Universiteti olub bu şəkildə. Və Tibb Universitetini zaman-zaman qınayanları da görürük. Sosial şəbəkələrdə bəzi şeyləri oxuyuruq. Bəzi haqlı şeylər var. Heç bir söz deyə bilməsən. Bəzi haqsız, heç belə mövzudan xəbəri olmayan insanlar bəzən mövzudan xəbəri olmayan şəkildə nəyəsə müdaxilə eləməyə çalışırlar. O içəridəki mətbəxdən xəbərləri yoxdur ki, orada göstərilən o çabadan, orada göstərilən əziyyətdən. Amma mən sizə bir şey deyim, mən bunu hər zaman demişəm. Nəzəri biliklərlə Tibb Universiteti bir çox universitetlərin qarşısına çıxa bilər. Bəlkə də mənim bu sözüm kiminsə xoşuna gəlməyəcək. Yəni mən konkret kimi üçünsə demirəm də bunu. Amma obyektivlik xatirinə deyirəm ki, bizim olduqca savadlı kadrlarımız var. Olduqca savadlı və fədakar müəllim heyətimiz var. Mən təbii ki demirəm hamı belədir. Amma həqiqətən də olduqca savadlı və fədakar bir pedaqoji mühit var orada. Bax, mən düşündüm ki, bu Ege'də bizdə Orhun deyilən bir mübadilə proqramı var. Bizim müəllimlər orada bir müddət mühazirələr söyləyirlər. Mənim olduğum müddətdə 2 dənə də simpoziuma denk gəldi. Periodontologiya və protez bölümündə, yəni bizim ortopedik stomatologiya dediyimiz bölümdə 2 uluslararası beynəlxalq simpozium oldu. Orada da iştirak elədim və bir neçə dərs apardım, mühazirələr. Mənə bir Azərbaycanlı qız yanaşdı orada, 4-cü kurs tələbəsi. Bir xeyli söhbət elədik. Mən dedim ki, bax, tam səmimi, belə də bir ata-bala kimi də. Bax, mənə sadəcə dedi, necə idi, bəyəndin? Dedi ki, çox xoşuma gəldi. İndi bəlkə üzümə belə dedi, deyə bilmərəm. Amma mən sadəcə olaraq bir şeyi gördüm və zaten bunu bilirdim ki, bu baxımdan biz, məsələn, tutaq bir 10 həkim kafedradan yığılsaq və yaxud digər kafedralardan yığılsalar,
gedib orada rahat sözümüzü deyə biləcək insanlarıq. Yəni biz əstəğfurullah davaya getmirik, gedək kimisə qarşısında sözümüzü deyək. Yəni demək istədiyim odur ki, bizi bir şeylə təəccübləndirə bilməyəcəklər. Hə, ola bilər biz də bir şeylərlə təəccübləndirə bilməyik, amma bir bilik, bacarıq, savad, bu şeylər bizdə var. Geri qalanlar nəyimizdir? Tələbələrə təcrübi dərslərimizin çox az keçirilməsi. Bunu şikayət eləyənlərlə mən də razıyam, amma sadəcə olaraq burada da biraz obyektivlik xatirinə baxmaq lazımdır mühitə, baxmaq lazımdır şəraitə. Məsələn, orada hər kafedranın bizim kreslo dediyimizdə koltuqları təxminən bir 30-a yaxın hər kafedranın koltuğu var. Hər kafedranın. Təsəvvürünüzə gətirirsiniz, siz bu işin içindəsiniz, yəni bu sizin üçün maraqlıdır, bir təəccüb doğura bilər. Yəni toplam bir 200 koltuqdan söhbət gedir. Axı bizim bu şəraitimiz yoxdur. Yəni bu gün yoxdur. Biz buna doğru addımlayırıq. İllərdir buna doğru addımlayırıq və artıq nailiyyətlər var. Həm Tibb Universitetinin rəhbərliyi tərəfindən, həm hal-hazırda stomatoloji klinika rəhbərliyi tərəfindən ciddi hiss olunur ki, buna doğru addımlar atılır. Bundan da başqa, bu təkcə Tibb Universitetinin işi deyil. Çünki məsələn düşünənlər kimsə dinləyər ki, onların o qədər koltuqları var, alın siz də qoyun da. Birincisi, alın qoyunu demək çox rahatdır. Bu bir. İkincisi, bunu təkcə alıb ora yerləşdirməkdən söhbət getmir. Türkiyədə bu sığorta sistemindən tənzimlənən bir mexanizmdir. Yəni o koltuğu ora qoyandan sonra onun üstündəki xəstəni doğru oturtmalısan. Bu xəstələr Türkiyədə növbədədirlər. Sadəcə olaraq növbədədirlər. Asistanlar, uzmanlar, hətta bakalavr təhsilində oxuyanlar növbə ilə xəstə yazırlar, bezirlər. Yəni növbələr o qədər çoxdur. Çünki yaxın regionların, əyalətlərdən, kəndlərdən, şəhərin özündən akademik bir ocağa sığorta olduğuna görə, yəni universitet klinikinə gəlmək istəyən xəstə sayı çoxdan da çoxdur. Bax bu mexanizmlər olanda, bu mexanizmlər oldu da bizim koltuq sayımız az oldu, onu da qınayarlar bizə. Yəni burada belə şeylər var, mən elə gəlir. Bunları nəzərə almaq lazım. Bu biraz yaralı yerimizdir, biraz danışdım. Əslində elə bilmirəm ki, bütün sahələrdə belə bir şey var. Təbii, yoxdur elə bir sahə ki, orada tamına 100% hər şey olsun. Şübhəsiz, həm də biz addımlarımızı atırıq da, yəni biz çətin dönəmlərdən keçmiş bir ölkəyik, dövlətik. Doğru. Və doktor, hər kəsin bir uğur hekayəsi var və insanlar uğura gələndə fərqli məqsədlərlə gəlirlər. Kimisi nəticə yönümlü olur, ona uğurda nəticə maraqlıdır, kimisi prosesdə maraqlıdır, kimisi o prosesdə gedəndə his maraqlıdır. Və Rüfət doktor üçün uğur nədir? Mən düşünürəm ki, uğur mənim üçün bir mənalı olaraq nəticə deyil. Bir mənalı olaraq nəticə deyil. Hardasa belə götürək ki, prosesə gedən hiss, daha doğrusu prosesin yaratdığı hiss ola bilər. Bunu da əsaslandıra bilərəm, bilirsiniz nə ilə? Mən tarixi sevirəm, zaman-zaman tarixlə biraz belə də oxuyuram, vərəqləyirəm filan. Baxın, uğur elə bir şeydir ki, nəticə, gəlin belə danışaq, birinci nəticədən danışaq sizə, çox qısa bir belə öz bildiyimi paylaşım. Mənim üçün nəticə bir işin, prosesin sonudur da, məntiqlə nəticədir də, yəni adı üstündə, prosesin sonudur. Uğuru nəticəyə bağlamaq olmaz, nəticə uğurlu ola bilər. Amma uğur anlayışının özünü nəticəyə bağlasaq, bir prosesin sonuna gəlmiş olaraq. Bu isə belə deyil və qalıcı deyil çünki uğur. Uğur qala da bilər, gedə də bilər. Məsələn, çox uğurlu tarixdə dövlətlər olub, imperiyalar olub. Doğrudurmu? Onlar hər zaman uğurlu olublarmı? Olublarsa hanı onlar? Doğrudurmu? Onların bir sonu gəlib, yəni bir dövr onların uğurunu tamamlaya bilib. Ona görə də mən düşünürəm ki, uğur bir prosesin yaratdığı hissdir. Və yaxud, məsələn, mənim çox sevdiyim bir siyasi xadim var, Winston Churchill. Churchill'in həyatına baxsaz, Churchill 20 yaşlarında bir leytenant olaraq Cənubi Afrikada əsirlikdə olan bir adam, əsirlikdən qaçmağı bacaran bir adam, cəsur bir adam, gəlir Britaniyada parlamentə yol açır, parlamentə öz yolunu aça bilir
müxtəlif nazirliklərdə çalışır, Dəniz Nazirliyində falan çalışır və sonda baş nazirə qədər yüksəlir və İkinci Dünya müharibəsi dediyimiz bəlkə gəlmiş keçmiş ən qanlı savaşlardan birinin qalibi kimi, yəni həllində ciddi bir rol oynamış bir siyasətçi kimi tarixə imzasını atır. Bu boyda uğur onu 45-ci ildəcə baş nazirdən vəzifəsindən seçki ilə salırlar onu. Yəni bu boyda uğurun qarşısında həmin il bu adam baş nazir postunu itirir. Və ikinci dəfə yenidən baş nazir seçiləndən sonra 5 ildən sonra səhv etmirəmsə yadımda qalan leybaristlərdən sonra bir də gəlirlər mühafizəkarlar. Artıq o cür uğurlu baş nazir olmur. Və çox maraqlıdır ki, o cür maraqlı, o cür belə keşməkeşli siyasi karyerası olan siyasi xadimin Nobel mükafatı ədəbiyyat üzrədir. Hə, yəni hardadır uğur? Yəni bir konkret bir şey demək olmur. Mən belə düşünürəm. Rüfət doktor uğur hekayələrinin övladlarına necə paylaşır? İndiki nəsil daha çox öyrənməyə, yox, daha çox öyrətməyə meyillidir bəzən. Bəzən də haqlı yerə. Çünki daha rəqəmsaldılar, daha çevikdilər. Bəzi şeylərdə doğru şəkildə bizə nümunə də göstərirlər. Bəzi şeylərdə mən indi gənc kadrlarla işləyəndə üçün çox maraqlıdır mən onların düşüncələri və onların rəqəmsallıqları. Mən özüm çox şey öyrənirəm. Siz necə övladlarınızdan nəsə öyrənirsinizmi? Mən övladlarımdan çox şey öyrənirəm. Bütün telefonumdakı o maxinasiyaları onlar eləyirlər, belə deyək. Yəni mən övladlarımdan bəli çox şey öyrənirəm, fəxr eləyə bilərəm. Mən düşünürəm ki, valideyn üçün övladların sənin fəxarət yerin olsun duasından yaxşı bir dua yoxdur. Mənim 2 övladım var, Allah hamının övladını saxlasın. Onlardan oğlum böyüyü Niderland Krallığında oxuyub, həm bakalavr, həm master təhsilini bitirib orada və süni intellekt və data analytics, belə deyək, üzrə ixtisas alıb, hal-hazırda bizdə Azərbaycan hava yollarında ixtisasına uyğun uçuşların idarə edilməsində data analitikada işləyir. Bəli. Qızım ADA Universitetini bitirdi. Bu il master proqramlarına başvurub, yaxşı ballarla bitirdi. Beynəlxalq münasibətləri və mən onların hər ikisindən çox öyrənirəm. Məsələn, mən bir şey deyə bilərəm. Mən qızımla saatlarla siyasi söhbətlər eləyə bilirik və bu mənim üçün xoşdur. Hansısa bir məsələni biz danışırıq, o məni bəzi şeylərdə korrekt edir. Bəzi biliklərimi mən deyirəm ki, mən düşünürəm belədir. Yəni bilirsiniz necədir? Gənclər, bax mən tələbələrimə də demişəm, qulaq asacaqlarsa təsdiqləyə bilərlər ki, həqiqətən də bizə bunu deyib. Bəlkə də mən bunu hər qrupa girəndə, hər qrupdakı tələbələrimə demişəm. Tələbələrimiz bizdən ağıllı ola bilərlər. Nəinki ağıllı ola bilərlər? Ağıllı olmağa borcludular. Onlar bizdən ağıllı olmalıdırlar. Mənim tələbəm məndən bir baş yox, 5 baş üstün olmalıdır. Məndən daha zəki olmalıdır, daha savadlı olmalıdır, məndən daha enerjili olmalıdır. Yəni adı üstündə o tələbədir, mənim müəlliməm. Doğrudurmu? Yəni o enerjisi ilə məni yormalıdır yeri gəlsə. Amma bir şeyi deyirəm, istəyirsiniz etiraf eləyin, istəyirsiniz etiraf eləməyin. Siz bizi qədər təcrübəli deyilsiniz. Hə, bu da normal bir şeydir. Yəni bu təcrübəni mənə həyat qazandırıb, onlar məndən də təcrübəli olacaqlar, şübhəsiz. Amma bu dəqiqə biz denk gəlsək, başa-baş gəlsək, onlar məni bilikləri ilə belə deyək də ram eləməlidirlər, mən onları təcrübəmlə. Yəni bu normaldır. İsmail elədi. Və doktor, sizin həm həkimlik, həm müəllimlik, bir də yazarlıq tərəfiniz var. Facebookda aram-aram paylaşırsınız. Çox poetik, çox düşündürən, çox poeziya yazarlığınız var. Bir də bundan əlavə stomatologiyada kitab yazarlığınız var. Bu necə oldu sizdə? Yəni bu yazarlıq uşaqlıqdan mı var idi, sonradan mı sizdə formalaşdı? Baxın, sizin qorxan verilişin vaxtı çatmayacaq.
Qısaca gedək yaxşı. Deməli, bu şəkildə deyim də mən buna. Amma bu vacib bir mövzudur mənim üçün. Birincisi mən yazar deyiləm. Bu məsuliyyətin altına girə bilmərəm. Mən yəni ümumiyyətlə yazar saymaram özümü, yəni. Amma o ki qaldı burada niyə bu mənim ruhuma bir xoş gələn bir şeydir. Birincisi mən doğulub böyüdüyüm ailədə həm ata tərəfimdə, həm ana tərəfimdə çox parlaq insanlar var. Mənim anam Vəkilovadır. Vəkilovlu nəsildir. Səməd Vurğunla babam belə deyək ki, əmioğludular. Yəni bir qanımızda bir ədəbiyyata meyillilik var. Ailəmizdə mən ailə deyərkən böyük bir ailəni nəzərdə tuturam. Özümü, xalam uşaqlarını, dayım uşaqlarını, yəni əmim uşaqlarını belə hamını nəzərdə tuturam. Deməli, jurnalistika və filologiya ixtisasında təhsil almış insanlar var, çox da başarılı insanlar var. Bacım türkoloqdur, filoloqdur. Yəni biz uşaq vaxtından bu ədəbi mühitin içində böyümüşük. Bir çox insanı mən evimdə görmüşəm uşaq vaxtından. Rəhmətli Tofiq Bayram yadıma gəlir. Səməd Vurğunun övladlarını münasibətimiz olub. Yəni bu bir şeylər var idi. Amma sizin dediyiniz sualın cavabı konkret oradan qaynaqlanır ki, mən burada bir seçim kimi yazarlığı götürsək, mən akademik yazarlığı götürürəm. Çünki bu artıq seçimdir. Mənim akademik karyeram var. Mən orada daima öz üzərimdə işləməliyəm. Borcluyam buna, bunu eləməliyəm. Yazılar yazmalıyam, məqalələr yazmalıyam. Bacardığım qədər bunu daha indeksli jurnallarda çap etməyə çalışmalıyam və kimlərisə yetişdirməliyəm buna, təşviq eləməliyəm buna. Yəni bu mənim işimdir. Hə, bunu mən həm də sevərəkdən eləyirəmsə, lap gözəl. Yəni bu mənə bir yük deyil. O baxımdan mənim dərslik yazmağım bir zərurətdir. Yəni həm seçim kimi ola bilər, həm zərurətdir. Burada da Nazim müəllimin, professor Nazim Pənahovun böyük rol oldu. O mənə təklif elədi ki, implant üstü protezləməni lazımdır. Bizim kafedra bu arada onu deyim ki, biz lokomotivik. Bəlkə tibb universitetində deyərdim ki, lokomotivik. Biz qısa bir müddət ərzində 4 kitab çap eləmişik, 4 dərslik. Yəni dərslik nə olduğunu, yəni bu işlə məşğul olan insanlar bilər və 5-ci dərslikdə hal-hazırda yol gəlir və bunlar hamısı həm rus, həm ingilis dilinə də tərcümə olunub bütün dərsliklər. Yəni bu dərslik bu ehtiyacdan doğdu. Bu bir seçim ola bilər. Amma ehtiyac, yəni ruhun ehtiyacı, hə, bunu mən publisistikada görə bilərəm ki, bir neçə məqaləm çıxıb mənim bəzi saytlarda, yəni özümü yazar filan yazmıram, saymıram. Yəni bir neçə cızma qaram var. Burada da mənim üçün bir yol göstərənlər, bəlkə də bilirsiniz necə, bəlkə də həkimlərdə bu alınır. Yəni çox məşhur yazarlar var da, Çexov var, Bulgakov var. Nərmanov var. Yəni mən hələ özümüzdə olanlara dedim. Sonra deməli bir Britaniyalı neyrocərrah var. Zamanında mən onun Genir Marşın mən kitabını tərcümə eləmək istəyirdim. Amma elə oldu ki, bu biri kitab girdi, dərslik girdi ortaya və pandemiya gəldi. Biz dərsliyə güc verdik. Məsələn, Genir Marşın mən 2 kitabını oxumuşam. Adam neyrocərrahdır. Neyrocərrahiyyəni elə yazır ki, cərrah, ümumiyyətlə həkim olmayan auditoriya üçün belə maraqlıdır, götür oxu. Yəni bu artıq bir bədii əsər kimidir. O baxımdan bu artıq ruhun ehtiyacıdır. Bu publisistika və yaxud şeir olsun. Hə, burada bir şey də deyim ki, biz başlayanda da dedim, uşaq vaxtı biz bəzi şeylərdən utanırıq, çəkinirik. Yaşlaşdıqca, qocaldıqca, bilmirəm nədəndir. Əksinə bunu ilə bəzən fəxr edirik. Qısa şeirlərin filan olub, uşaq vaxtı da olub. İndi də qalıblar onlar. Bəziləri heç pis də deyirlər. Məncə paylaşmağa dəyər. Yavaş-yavaş paylaşın. Bəs həkimlik, müəllimlik, yazıçılıq ruhunuzu nə tamamlayır? O üçü də, amma pillələrlə yığsaq, siz təsəvvürünüzə gətirin ki, mənim üçün yuxarı yerdə müəllimlik gəlir. O prosesdən zövq alırsınız. Mən görmüşəm sizi. Bu mənim üçün. Bilirsiniz necə? Quranın bir ayəsi var, İqra surəsində. Deyir ki, o Rəbb ki, yazmağı öyrətdi, qələmlə yazmağı öyrətdi. Yəni,
burada həm yazıya çox ciddi önəm verir, həm öyrətməyə önəm verir. Yəni burada demir ki, o Rəbb ki, sizə mətbəxdə yemək bişirməyi öyrətdi, odu əldə etməyi öyrətdi. Bunu demir. Təbii ki, bunların içərisində hər şey var, amma o deyir ki, o kəs ki, sizə yazmağı öyrətdi. Ona görə müəllimlik, sənətmənlik, müəllimlik daha yuxarıda dayanacaq. Bəs yaxşı, bir müəllim kimi həm tələbələrinizə, həm də dediniz ki, tələbələr evladlarınız qədər sevirsiniz. Sevirəm. Nəyi miras qoymaq istəyirsiniz Rüfət doktor olaraq, həm evladlarınıza, həm tələbələrinizə? Valideyn üçün deyir, ən gözəl miras, övladları üçün buraxdığı ən gözəl miras dürüst əxlaqdır. Təbii ki, mən bu tabudan, bu doktrinadan heç kənara da ayağımı qoymaq istəmirəm, nə kərəyəm ki. Və mən də bütün o tələbələrimə də, övladlarıma da gözəl əxlaq sahibi olmaqlarını arzulayıram. Eyni zamanda həyatı boşa verməməyi arzulayıram, çalışqanlığı. Çünki mütləq burada nəsə bir iz buraxmaq lazım deyə, yəni olmayacaq elə. Hətta bəzən fikirləşirəm ki, Allah bizə ömrü məhz o iz buraxmağımız üçün verir ki, orada bir iz burax, ondan sonra gələrsən bu bir tərəfə. Allah sizə xeyirli və uzun ömür versin. Cümləmizə inşallah, çox sağ olun. Çox təşəkkür edirik gəldiyinizə görə, vaxt ayırdığınıza görə. Mən həmişə demişəm ki, stomatologiyada bəzi incilər var ki, məncə onlar dəniz dibindədir və cəmiyyət olaraq biz onları suyun üzərinə çıxartmalıyıq və tanıtmalıyıq. Çox sağ olun, təşəkkür edirəm. Yaxşı ki, varsınız. Məncə cəmiyyətin sizin kimi insanlara ehtiyacı var. Çox təşəkkür edirəm, var olun, var olasınız. Sağ olun. Sağ olun. Beləliklə, növbəti podkastımız bitdi. Abunə olmağı və bizi izləməyi unutmayın. Sağ olun.